Salam dəyərli müəllimlər, bugün sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlərinə dəstək məqsədi ilə bir neçə testin izahını verəcəyim. Bu testlər mətnlərlə bağlıdır. Bilirsiniz ki, yeni çərçivə sənədində 10 sualın mətnlərlə bağlı olacağı qeyd olunubdur. Yəni, mətn tipli test tapşırıqları bu il daha çox istifadə olunacaq. 2027-ci ildə sertifikasiya imtahanı verəcək və 2028-də sertifikasiya imtahanı verəcək ibtidai sinif müəllimlərinə 10 mətn tapşırığı təqdim olunacaq. Yəni 25 sualın 10 sualı mətnlərlə bağlıdır. Ona görə də çalışın ki, mətnlərlə bağlı daha çox test tapşırığı işləyəsiniz. Əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olursunuz, videonu bəyənirsiniz və eyni zamanda videonu öz yaxın həmkarlarınızla, dostlarınızla, ətrafınızla paylaşmağı da unutmursunuz. Qeyd etdiyimiz kimi, nə qədər abunə sayımız artarsa, biz də bir o qədər çox video sizə təqdim eləyəcəyik. Bir şey də qeyd edeyim ki, bizim ödənişli qruplarımıza qeydiyyat davam eləyir. Sentyabr ayından başlayaraq biz ödənişli formada sertifikasiya imtahanına müəllimləri hazırlaşdıracağıq. Artıq yüzlərlə müəllim qeydiyyatdan keçibdir. Siz də aşağıda göstərilən akademiyamızın nömrəsinə yazmaqla dərs qruplarımız haqqında məlumat əldə edə və eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. Qeyd edeyim ki, aylıq ödəniş 20 manatdır, yəni çox cüzi miqdardır. Çünki proqramın tərkib hissəsi kifayət qədər zəngindir. Hətta 40 manata, 50 manata tədris olunan dərslər ki var, o dərslərdən qat-qat keyfiyyətlidir. Yəni, bunu dərs qrupumuza qoşulanlar da görə bilər. Daha sonra bizim nəticələrimizdən bunu görə bilərsiniz. 60 balımız, 59'larımız, 58'lərimiz kifayət qədər yüksəkdir. Yəni, 51-dən yuxarı toplayan, xüsusilə Azərbaycan dilinə 25'ə 25 yazan müəllimlərimizin sayı hədsiz çoxdur. Yəni, bizlə hazırlaşan 95%-ə yaxın müəllim Azərbaycan dilindən 25'ə 25 yazıb. Təbii ki, bunun səbəbi Azərbaycan dilinin kifayət qədər yüksək səviyyədə tədris olunmasıdır. Bunu sadəcə dərslərimizi tərif etmək üçün demirəm. Həqiqət bundan ibarətdir. Yəni, qoşulub bunun faydasını görə bilərsiniz. İndi isə başlayaq testlərimizin izahına. Birinci sualda soruşur ki, altından xətt çəkilmiş hansı sözü mətn daxilində verilmiş qarşılığı ilə əvəz etmək olmaz. Gəlin baxaq. İlk növbədə mətni oxumalıyıq. Altına xətt çəkilmiş sözlərin cümlə daxilində necə işlənməsinə fikir verməliyik. Daha sonra variantlara nəzər salmalıyıq. Yəni, necə işlənməsini bilməsək, variantlara nəzər də salsaq, onsuz da heç bir faydası dəyməyəcək. Bir sıra dadlı yeməklər kimi yoğurt da türklər tərəfindən kəşf olunub. Zülar və kalsium baxımından zəngin olan qida məhsulu çəki salmaq üçün faydalıdır. Müxtəlif araşdırmalar göstərir ki, bol miqdarda kalsium baxımından zəngin olan qidalar eyni zamanda yoğurt insanların daha asan çəki salmasına kömək edir. Yoğurtlardan uşaq qidalarının hazırlanmasında da istifadə edilir. Burada birinci nəzər salırıq altına xətt çəkilmiş söz olan dadlı sözünə. Gəlin baxaq. Dadlı sözü variantda ləzzətli sözü ilə verilibdir. Bir sıra dadlı yeməklər kimi, bir sıra ləzzətli yeməklər kimi əvəz eləyə bilirik. Dadlı, ləzzətli sözləri bir-birinə yaxın mənalı sözdür həm də. Baxın, hər ikisi sifətdir. Yəni, eyni nitq hissəsinə aid olan sinonimlərdir. Bir-birindən əvəz oluna bilər. Və cümlə daxilində də əvəz eləyə bildik. Elə cümlə daxili ola bilər ki, orada dadlı sözünü ləzzətli sözü əvəz etməyə bilər. Yəni, biz bununla bağlı mətn tapşırığı kanalımıza yerləşdirmişik. Orada görə bilərsiniz ki, cümlənin daxilində dadlı sözü işlənib, lakin ləzzətli sözü onu əvəz eləyə bilmir. Nə olsun ki, sinonimidir. Cümlə daxilində işlənməsinə fikir vermək lazımdır. İndi baxırıq, göstərir sözünə, ikinci sözümüzə. Müxtəlif araşdırmalar göstərir ki, bol miqdarda kalsium baxımından zəngin olan qidalar. İndi o hissədə saxlayırıq. Göstərir ki, sübut edir ki. Bəli, burada göstərir ki, sübut edir ki, ifadələri bir-birini əvəz eləyə bilər. Müxtəlif araşdırmalar sübut edir ki, bol miqdarda, baxın, sübut olunur da, sübut olunur ki, bol miqdarda kalsium baxımından zəngin olan qidalar eyni zamanda yoğurt insanların daha asan çəki salmasına kömək edir. Deməli, göstərir sözü sübut edir sözü ilə əvəz oluna bilir. Çünki araşdırmalar bir şeyi göstərə də bilir, bir şeyi sübut da eləyə bilir. O sübut olunur ki, yəni yoğurtun asan çəki salmasına köməyi var. Bu varianta da çıxırıq. Bizə lazımdır ki, əvəz etmək mümkün olmasın. İnsan, adam demək sinonimlərinə gəlin nəzər salaq. Burada eyni zamanda yoğurt insanların daha asan çəki salmasına kömək eləyir. Eyni zamanda yoğurt adamların daha asan çəki salmasına kömək eləyir. Əvəz eləyə bilirik, heç bir problem yoxdur. Vaxt zaman sözlərinə baxaq. Eyni zamanda yoğurt insanların daha asan
çəki salmasına kömək eləyir. Eyni vaxtda yoğurt insanların daha asan çəki salmasına kömək eləyir. Yəni əvəz etmək mümkündür. Asan sözünə gəlincə sadə sözü ilə verilibdir. Bir şeyin asan olması onun belə deyək də sadə olması demək deyil. İndi gəlin cümlənin daxilində baxaq, insanların daha sadə çəki salmasına kömək eləyir. Təbii ki, asan çəki sala bilər, amma sadə çəki salmaq və ya düz mürəkkəb çəki salmaq deyə bir anlayış yoxdur. Ona görə bu variant yanlışdır. Doğru cavab B variantıdır. Yəni, sadə çəki salmaq nə deməkdir? Ümumiyyətlə, belə bir anlayış yoxdur. Ona görə bunu çıxırıq. 2 nömrəli test tapşırığına baxırıq. Bu tipli test tapşırıqları, yəni bu tipdə olan test tapşırığı, mətnlərlə bağlı olan bu tipdə test tapşırığı sertifikasiya imtahanının canıdır, dərmanıdır. Yəni bu tipli mətnlər, bu tipdə olan mətn sizin qarşınıza çıxa bilər. Diqqətli olun. Mətn daxilində altına xətt çəkilmiş sözə əsasən aşağıdakı fikirlərə uyğun olan düzgün variantı seçin. Düzgün variant lazımdır. Aşağıdakı fikirlər hansılardır? Amonimlik xüsusiyyəti var. Altına xətt çəkilmiş sözün amonimlik xüsusiyyəti var. Mətndəki mənasından da fərqli mənada işlənibdir. Yəni mətndə tutaq ki, bir mənanı ifadə edir. Variantda isə tamamilə fərqli bir mənanı ifadə etməlidir. Amma əsas şərtlərdən biri də amonimlik xüsusiyyəti olsun. Altına xətt çəkilmiş sözləri görürük. Gəlin ilk növbədə mətni oxuyaq, onların cümlə daxilində necə işlənməsinə fikir verək. İnsanlar min illərdir ki, günəşin belə isti olmasının səbəbini anlamağa çalışırlar. İlkin fikirlərdən biri budur ki, bu idi ki, günəş yanan kömür topasıdır. Lakin indi biz bilirik ki, günəş əsasən hidrogen parçalarından ibarətdir və kömür kimi yana bilməz. Günəşin mərkəzində hidrogen o qədər sıxır ki, bir-birinə yapışıb helium adlı qaz yaradır. Albert Einstein'in tədqiqatı sayəsində alimlər anlayıblar ki, bu molekulyar birlikdə sıxıldıqda günəşi parlaq, qızmar saxlamağa bəhs edəcək qədər enerji yaradır. İndi gəlin baxaq, min sözü harda işlənib? Min sözü E variantında işlənib. Baxın, misalın cavabı mindir. Cümlə daxilində necə işlənir? Biz bilirik ki, min sözü amonim olar. Düzdürmü? Amonim olur. Yəni, bir var say anlamında min, məsələn, 100, 1000 bu anlamda. Bir də var minmək feili. Yəni, amonim kimi işlənir. Amma cümlənin daxilində insanlar min illərdir ki, burada say kimi işlənib. Yəni, ilin sayını bildirir. Misalın cavabı mindir. Yenə də say kimi işlənibdir. Bizə lazımdır ki, amonimlik xüsusiyyəti daşısın. Amma mətndəki mənasından da variantda fərqli mənada işlənsin. Əgər variantda minmək anlamını ifadə etsəydi, o zaman bu variantı götürə bilərdik. Ona görə bu variant bizim doğru cavab deyil. Havaların həddindən artıq isti keçməsi onun halını pis edirdi. Baxın, günəşin belə isti olması. İsti sözü elə isti anlamında işlənibdir. Ona görə bu variantı çıxırıq. Yəni, təbii ki, mətndə amonimlik, altına xətt çəkilmiş sözdən amonimlik xüsusiyyəti olmayan söz də var. Biz sözünə gəlin baxaq. Biz sözü görək harada işlənibdir. Başı qardan taca bənzəyən dağların ətəyi bizim məskənimizdir. Bizim sözü burada. Baxın, burada biz bilirik ki, lakin indi biz bilirik ki, şəxs əvəzli idi burada. Və başı qardan taca bənzəyən dağların ətəyi bizim məskənimizdir. Yenə də biz şəxs əvəzli idi. Amonim kimi, əgər biz, yəni o hansı ki, iyniyə bənzər bizdən söhbət gedir, biz demək bu anlamda, o bizdən söhbət geçsəydi, o zaman amonim olardı. Amma mövcud vəziyyətdə hər ikisi eynidir. Yəni, mətndəki mənasında fərqli mənada işlənməyibdir. Təbii ki, biz sözü amonim olur. Bununla işimiz yoxdur. Amma mətndəki mənasında fərqli mənada yox, eyni mənada işlənib. Ona görə bu variantı da çıxırıq. Qaz sözü qalsın, enerji sözünə baxırıq. Yediyim qidalar bütün gün mənim enerjimin yüksək olmasına səbəb olur və yaxud da bəhs edəcək enerji yaradır. Yəni, hər ikisi enerjinin olması anlamındadır. Enerji, yəni nəyisə çoxalması, enerjinin çoxalması, günəşi parlaq, qızmar saxlamağa bəhs edəcək qədər enerji yaradır və yaxud da mənim enerjimin yüksək olmasına səbəb olur. Eyni bir anlayışdır. Yəni, fərqli mənada işlənməyibdir. Amma qaz sözü bilirsiniz ki, amonim kimi işlənir. Məsələn, bir mənası var, maye qaz bu anlamda, daha sonra qazmaq feili bu anlamda. İndi gəlin baxaq. Variantlarda cümlə daxilində verilib ki, günəşin mərkəzində hidrogen o qədər sıxılır ki, bir-birinə yapışıb helium adlı qaz yaradır. Yəni, burada qazdan söhbət gedir. Aydın məsələdir və digər tərəfdən variantda qeyd olunub ki, qaz. Görəcəksən ki, quyudan su çıxmır. Burada qaz isimdir, isim. Qaz yaradır, yəni helium adlı qaz yaradır. Bu anlamda bir də C variantında qazmaq feili işlənibdir. Qaz, nəyət
feilin sualına cavab verir. Amonimlilik xüsusiyyəti var. Mətndəki mənası qaz, yəni helium adlı qaz və s. bu anlamda olan qaz. Amma C variantında isə, yəni variantda qeyd olunan cümlədə isə qaz sözü qazmaq anlamını ifadə edir. Demək ki, mətndəki mənasına fərqli mənada işlənibdir. Doğru cavab C variantı olur. Keçək 3 nömrəli test tapşırığına. Mətnə əsasən altından xətt çəkilmiş hansı ifadəni verilmiş qarşılığı ilə əvəz etmək olar? Gəlin baxaq. Demək, əvəz etmək olar, qeyd olunub. Günün birində molla özünü çox pis hiss eləyir. Başı hərlənir, gözləri qaralır, elə hazır ki, tərpənə bilmir. Birtəhər özünü həkimin yanına salıb deyir: "Həkim, özümü çox pis hiss edirəm. Bir mənə bax görək dərdim nədir?" Həkim mollanı yoxlayıb deyir: "Molla, sən heç bir dərdin zadın yoxdur. Açsan, ona görə belə olmusan. Əyləş mənimlə bir yerdə nahar elə, hamısı düzəlsin." Molla əyləşir, doyunca yeyir, içir, baxır ki, doğrudan da düzəldi. Durub gedəndə deyir: "Həkim, sən doğrudan da yaxşı həkimsən. Dərdi də tapırsan, dərmanını da verib xəstəni elə o saat sağaldırsan. Bizim evdəkilərin hamısında bu xəstəlik var. Gedirəm bu saat bütün külfəti tökəm bura." Mollanın ağlındakına baxın. Demək, əvəz etmək olar deyir də, düzdürmü? Gəlin elə E variantından başlayaq. Gözləri qaralır, gözünə nur gəlir. Baxın, gözləri qaralmaq o deməkdir ki, yəni başı hərlənir, gözləri qaralır, halı pisləşir bu anlamdadır. Amma gözünə nur gəlmək halının yaxşılaşması anlamındadır. Bunları necə biz bir-birindən əvəz eləyək ki, bunlar bir-birinə əks qalıblar. Ona görə bu variantı çıxırıq. Heç bir dərdin zadın yoxdur, xəstəlik bütün bədənini sarıyıb. Heç bir dərdin zadın yoxdur, yəni səndə heç bir xəstəlik yoxdur. Bu anlamdadır. Amma burada mənası, yəni onu əvəz etmək üçün verilən ifadə belədir ki, xəstəlik bütün bədənini sarıyıb. Yəni bunlar heç vaxt bir-birini əvəz eləyə bilməz. Daha sonra molla əyləşir, doyunca yeyir, içir cümləsində doyunca yeyir. Bunu yeməklərin biraz dadına baxır. Doyunca yeyirsə demək ki, o bütün təamların dadına axıra qədər baxır. Yeməklərin biraz dadına baxmır. Yəni ona görə bunu da çıxırıq. Bütün külfəti tökən bura ifadəsi o deməkdir. Külfət nədir? Ailə. Söhbət ailədən gedir. Və deyir ki, bütün ailəmdə bu dərd var, onun çarəsi də səndədir. Bütün külfəti tökən bura, qonşuların hamısını gətirəm. Yəni külfət ailədən söhbət gedir də, qonşudan söhbət getmir ki. Demək ki, bunu da, yəni bu cümlədə olan ifadələr də bir-birini əvəz eləyə bilməz. Bu ifadələr də bir-birini əvəz eləyə bilməz. Tərpənə bilmir, qolunu qaldırmağa taqəti olmur. Bəli. Elə halsızlaşır ki, tərpənə bilmir. Nə başını tərpədə bilir, nə qolunu tərpədə bilir, nə ayağını tərpədə bilir. Yəni, tərpənə bilmir ifadəsi qolunu qaldırmağa taqəti olmur. Halsızlaşır anlamını ifadə edən sözlə ifadə edən əvəz oluna bilər. Baxın, başı hərlənir, gözləri qaralır, elə hazırlaşır ki, qolunu qaldırmağa taqəti olmur. Yəni, bu ifadəni görürük ki, əvəz eləyə bilirik. Doğru cavab olur A variantı. Əziz müəllimlər, yəqin ki, bu video sizlərə faydalı oldu. Mətnlərlə bağlı kanalımıza test tapşırıqları yerləşdiriləcək. Təbii ki, həmin test tapşırıqlarını görmək üçün, yəni daha çox davamının gəlməyini istəyirsinizsə, mütləq şəkildə kanalımıza abunə olursunuz. Və mütləq videonu öz yaxın həmkarlarınızla da paylaşın ki, onlar da kanalımıza abunə olmuş olsunlar. Gələn videolarda görüşənə qədər hələlik.